Newtonun ən böyük intellektual toqquşması müasir riyaziyyatın və mühəndisliyin təməli sayılan diferensial və integral hesabının kəşfi üzərində Alman filosofu və riyaziyyatçısı Gottfried Leibniz ilə baş verib. Newton bu riyazi sistemi hələ 1660-cı illərdə inkişaf etdirdiyini iddia edirdi. Lakin o öz işini heç yerdə nəşr etdirməmişdi. Leibniz isə tamamilə müstəqil şəkildə eyni sistemi kəşf etdi və 84-cü ildə çap etdirdi. Bu gün riyaziyyatda istifadə etdiyimiz o integral işarəsi və düsturlar Newtonun deyil, məhz Leibnizin tapdığı formalardır. Leibniz öz işini çap edəndə Newton qəzəbdən dəliyə döndü. O, Leibnizin illər öncə onun bəzi qeydlərini götürdüyünü və ideyalarını ondan oğurladığını iddia etdi. İş o yerə çatdı ki, bu elmi mübahisəni həll etmək üçün London Kral Cəmiyyətində xüsusi bir komissiya yaradıldı. Bəs o komissiyanın rəhbəri kim idi? Newtonun özü. Newton komissiyanın üzvlərini öz tərəfdarlarından seçdi. Leibnizin müdafiə sənədlərini gizlətdi və komissiyanın yekun hesabatını anonim olaraq şəxsən özü yazdı. Hesabatda Leibniz rəsmən plagiat, oğru elan edildi. Leibniz ömrünün sonuna qədər bu böhtandan təmizlənə bilmədi